Videoya keçməzdən əvvəl kanala abunə olun və bu səsə qulaq asın. Beləliklə, beynin siqnalları necə qəbul etdiyini biləcəksiniz. Bu səslər bədən enerjinizi yüksəldəcək, çakralarınız açılacaq və bundan sonra dedikləriniz arzuda qalmayacaq. Sadəcə ürəkdən istədiklərinizi deyin. Open quote, indi isə videoya keçək. Beyniniz sizə hər gün yalan danışır və siz heç fərqinə də varmırsınız. Siz dünyanı olduğu kimi gördüyünüzü düşünürsünüz, amma görmürsünüz. Siz beyninizin sizə icazə verdiyi şeyi görürsünüz. Süzülmüş, daha təhlükəsiz, daha asan bir versiyanı. O, qarşılaşa bilmədiyiniz şeyləri gizlədir, qorxduğunuz şeyləri şişirdir, incidən şeyləri silir və xatırlamaq istədiyiniz şeyləri yenidən yazır. Sizin beyniniz bir kamera deyil, o bir hekayəçidir. Siz insanları seçdiyinizi düşünürsünüz, amma siz özünüzə tanış gələn şeyi seçirsiniz. Və ən böyük yalan, sabah, o sizi daha çox vaxtınız olduğuna inandırır. Beləliklə, sahib olduğunuz az şeyi israf edirsiniz. Beyniniz sizi qorumaq, sizi rahatlatmaq və sizi proqnozlaşdırılan saxlamaq üçün yalan danışır. Çünki proqnozlaşdırılan təhlükəsizdir və təhlükəsiz şeyə nəzarət etmək asandır. Amma həqiqət budur ki, bütün yalanlar zəhər deyil. Bəziləri həqiqətə hazır olana qədər sizi sağ saxlayır.